Təbii ki, Azərbaycan gənclərinin yüksək hərbi vətənpərvərlik ruhunda tərbiyəsində bu əsas rol oynaya bilər. Bilirsiniz ki, bu illəri biz bir neçə aydan sonra zəfərin 5 illiyini qeyd edəcəyik. Həmi Qarabağ müharibəsində, həmi 2-ci Dünya Savaşında qəhrəmanlıq göstərmiş Azərbaycan oğulları çoxdur. Rəşadət göstəriblər, müharibə dövründə elə qəhrəmanlıqlar göstəriblər ki, o qəhrəmanlıqlar Azərbaycan xalqının, Azərbaycan gəncliyinin yaddaşında qalmalıdır. Və gələcəkdə də cavan nəslin yetişdirmələri, cavan nəslin nümayəndələri də onların qəhrəmanlığını hər an təkrarlamağa hazır olmalıdır. Bunun üçün onlar haqqında kitablar yazılmalıdır, kinolar çəkilməlidir, reportajlar hazırlanmalıdır. Nə qədər ki, bu hələ 5 il müddət onların qəhrəmanlığından keçib, hələ yaddaşlardadır. O yaddaşlarda olan onların təəssüratları kitablara köçürülməlidir, kinolara köçürülməlidir, reportajlar hazırlanmalıdır. Bunlar tarixləşdirilməlidir. Tarixləşdirilməlidir ona görə ki, gələcəkdə nəsillər görsünlər ki, Azərbaycanın başına gətirilən Qarabağ oyunlarında Azərbaycan oğulları necə iştirak edib. Necə 44 gün müharibə dövründə Azərbaycan oğulları ən yüksəklikləri uzun müddət, 30 il müddətində məruz qoymuş Azərbaycan torpaqlarını işğala, orada böyük istehkamlar qurmuş erməni faşistlərini necə Azərbaycan öz ərazindən çıxardı, necə dəf etdi o yüksəklikləri və o müdafiə sistemlərini darmadağın etdi. Bu günləri dünya ölkələri Azərbaycan ordusunun bu təcrübəsini öyrənməyə cəhd göstərirlər. Maraqlanırlar ki, necə ola bilər ki, 44 gün müharibə dövründə Azərbaycan ordusu məsələləri həll etdi və bu günləri elə bu ili də Azərbaycan Respublikasının prezidenti hörmətli İlham Əliyev cənabları suverenlik ili və konstitusiya və suverenlik ili elan edib. Ona görə də elə bu dövrdə də biz həm də zəfərimizin 5 illiyidir, o qəhrəmanlar barədə geniş məlumatları yazmalıyıq, geniş məlumatlar onlar haqqında hazırlayıb gənclərimizə çatdırmalıyıq ki, onların yaddaşı bu sahədə möhkəmlənməsin, hərbi vətənpərvərlik ruhu həmişə yüksək olsun. Bilirsiniz, 44 gün müharibə dövründə elə Azərbaycan Respublikasının prezidenti xüsusi səsləndirdi ki, Azərbaycan son 30 ildə yetişən Azərbaycan gəncləri yüksək hərbi vətənpərvərlik ruhuna malikdir. Amma bu günləri bunu biz dayandırmamalıyıq, onu daha geniş miqyasda aparmalıyıq ki, hər an təhlükə ola bilər, hər an sərhədimizdə təxribatlar göstərməyə cəhd göstərən qüvvələr var, xarici qüvvələr var. Onun üçün sərhədlərimizdə əskər zabitlərimizin o mənəvi cəhətdən güclənməsinə, ondan sonra döyüş hazırlığının güclənməsində bu tədbirlərin xüsusi rolu var və bu sahədə də Respublikada görüləsi işlər hələ çoxdur. Düzdür, bu sahədə müəyyən işlər aparır, təşkilatlar aparır, Elmlər Akademiyası aparır, Gənclər İdman Nazirliyi aparır və yaxud da ki, Mədəniyyət Nazirliyi və yaxud da başqa qurumlar, Müdafiə Nazirliyinin elə özündə bu sahədə çox böyük işlər görülür. Amma yenə biz bu sahəyə xüsusi diqqətlə, qayğı ilə yanaşmalıyıq ki, onlar Azərbaycan gəncləri tərəfindən, məktəbləri tərəfindən o qəhrəmanlar tanınsın, onların xidmət o yolu öyrənilsin, döyüş yolu öyrənilsin. Çünki bu gün orduda xidmət edən zabit əskərlərimiz üçün də onların döyüş yolu bir nümunədir, bir təcrübədir. Onları öyrənməlidirlər. Məsələn, Azərbaycan ordusu bu günləri dünya orduları sırasında 28-ci yeri tutur. Amma bilirsiniz ki, bir neçə il bundan qabaq 50-ci yerə gəlib çatmışdı. Amma getdikcə onların xüsusi diqqət yetirilir orduya, döyüş hazırlığına və yaxud da ki, onların fiziki, mənəvi hazırlığına və bu yeri gəlib çatıblar. Amma yenə də onlar daha qabaqcıl yerlər tuta bilərlər və hər anda hazır olmalıdırlar ki, necə bu günləri Azərbaycan bayrağı bütün sərhədlərdə dalğalanır, onu qorumaq, saxlamaq lazımdır. Bir neçə gündən sonra bizim müstəqillik günümüzdür.
Ali Ulu Öndər həmişə qeyd edirdi ki, müstəqilliyi qazanmaq bəlkə də asandır, amma onu qoruyub saxlamaq ondan da çətindir. Ona görə biz bunun üçün əlimizdən gələni etməliyik ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri hər an Azərbaycanın milli maraqlarını müdafiə etmək qabiliyyətinə, bacarığına malik olsun. Buna görə də biz qəhrəmanları heç vaxt unutmuruq, onların keçdiyi döyüş yolu öyrənirik və təbliğ edirik.